Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 120.000 manata bu ev satışa çıxarıldı. Yerləşdiyi ərazidə Saray qəsəbəsinin tam mərkəzində Qəsəbə Sovetı Bələdiyyə, Mərkəzi Poçt və 1 nömrəli məktəbin tam yaxınlığındadır. Qapının ağzından da marşrutlar, Xırdalar, Sumqayıt, taksilər, Bakı, bütün marşrutlar düz qapının yanından keçir. Çünki sarayın tam mərkəzindədir. Bax, bu gördüyünüz ev. Deməli, 2 mərtəbəli evdir, yeri də, polu da monolitdir, 1 ilə 2-nin arası da monolitdir, üstündən də kəmər fırladılır. Yəni ki, 3 dənə bu evin kəməri var, çəkilişləri də ev sahibində var. İstəsiniz canlı gəlib burada baxa bilərsiniz. Deməli, bax, belə şəbəkə pəncərə iləndir, qıraqları ramka ilə bəzədilib, ondan sonra tarsovka emusiyadır, özdə silikonlu emusiyadır, 150-200 manatlıq emusiyadır. İnşallah gələndə bunları yerində göstərəcəm, xırdalığına getmək istəmirəm. Bu da ki, jalüz qapıdır, 3 metr yarım enidir. Kaziroku da var, 6 lampi ilə bağlanacaq, kaletkası da var. 3 metr olur, bax bu jalüz qapılar. Bundan ama 3 metr yarımdır. Yarım metrdə əlavə artırılıb. Mərkəzi kanalizasiyanın trapı buradadır. Ağaclar, güllər, çiçəklər əkmək üçün xüsusi burada yer saxlanılıb. Hətta bir dənə bura qrant da qoyulub. Damafonun yeri də bax burada hazırdır. Damafonun yerinə qədər qoyulub. Qaz, su, işıq sayğacları, çünki bu kupçalı evdir, paket kupçalı evdir. Evin də kupçası var torpağında, nəqd satışa da yaralıdır, ipotekada yaralıdır. Mütləq gəlin bu evə baxın. Bax, bu evdən, demək, bax, bu giriş qapısıdır. Giriş qapısından gəlib giririk içəri, özdə bax, keyfiyyətli qapıdır. Bunların hamısını gəlib yanında göstərəcəm. Buradan da giriş var, arxadan, istəyirsə arxadan göstərək. Gəlin, bax, bir dənə buradan baxaq. Bu ara məsafə ilə gəldik, evin təm 4 bir tərəfi şkatur olunub, hazır vəziyyətdədir. Bax, bu evin arxasıdır. Gəldik, burada belə bir xüsusi yer ayrılıb. İndi evin yəsiz. Usta, bu nə məqsədini ayırmışsınız? Burada kombinin yeridir. Kombinin yeridir burada. Burada paltar kuxunadan, məsələn üçün çıxdım. Mətbəxdən çıxdıq, burada paltar asmağa, mangal qoymağa, samavar qoymağa. Nə bilim, banka bağlamaq üçün. Burada qaz xüsusi yer ayrılıb. Qaz üstündə yer qoyulacaq burada. Yəni, köməkçi mətbəx kimi burada istifadə edə bilərsiniz. Hə, su xəttinə qədər çəkib. Buradan demə, mətbəxin qapısıdır buradan. Görürsünüz, xüsusi qapısıdır. Evin girişini göstərəcəm sizə. Bura evin arxasıdır. Bax, böyük bir şəbəkə pəncərə ilə qapısı da var. Gəlib giririk mətbəxə. Neçədir? 5.70-in 3.30-a. 5.70-in 3.30-a mətbəxdir. Təsəvvür edin, qonaq otağı boyda. Reys işıqlar da üstə. Reys işıqlar olacaq, meblə buradan bahallardan. İnşallah bunlar gələndə, siz gələndə bu ev tam hazır olacaq. Meblər açıq keramik kabırlıq, bütün nöqtələri qoyulub. Ev birinci mərtəbədə, ikinci mərtəbədə hamısı isti poldur. İndi buradan davam edək, mən evin giriş qapısını göstərim sizə, bayaq göstərdim. Bax, bu evin giriş qapısıdır. Yəni, əsas giriş olur həyətdən. Bax, həyətdən giriş qapısı buradır, özdə qəşəng səliqəli, bahalı qapı qoyulub. Ev tam hazır olacaq, tamamlanacaq. Mən burası bu vəziyyətdə gəldim ki, görəsiniz. Bu da korrektoru yığılıblar hazır vəziyyətdə. Burada da görürsünüz. Korrektorun yerinə qədər hazırdır. Burada nə olacaq onu deyin? Burada dolab olacaq, orada da kladovkadır. Burada dolab olacaq, burada da kladovkadır. Artıq əşyaları yığmaq üçün. Gəlib çıxırıq qonaq otağına, yəni zala. Bax, görürsünüz tavanı necə xüsusi dizaynla bəzədilir. Bax, yerin monolitini də hal-hazırda görürsünüz. Bax, mən deyirəm, yeri monolit. Ev bütün boya hamısı bax, belə betondur. Tvistin. Tvistin yeridir. Burada da işıqlar olacaqlar. Lüstrünə qədər asılacaq. Lüstrə qədər asılıb, spotlarına qədər asılıb sizə təhvil veriləcək. Zal neçədir? Zal, bu da 3.30-un 7 metriyədir. 3.30-un 7 metriyədir zaldır, yəni qonaq otağıdır. Bax, ciftlərinə qədər qoyulur. Görürsünüz, pəncərənin ciftlərinə qədər qoyulur. Kondisionerin yerinə qədər qoyulur. Aboy seçimini özü eləyə bilərsiniz. Nəticə bu ev sahibi, evi satan adam özü onsuz da aboy alacaq. Siz gəlib onun rəngini, bildiyin, dəyişə bilərsiniz. Sizin zövqünüzə uyğun qoyula bilər. Birinci mərtəbənin sanitar qovşağıdır. Birinci mərtəbənin sanitar qovşağıdır, görürsünüz. Sonra mətbəxi göstərdim, qonaq otağını göstərdim. Buradan da pilləkənlə qalxırıq ikinci mərtəbəyə. Hörmətli izləyicilər, qalxdıq ikinci mərtəbəyə. Bura ikinci mərtəbədir. Görürsünüz burada betondur, monolitdir, görürsünüz betonun. Burada istifoldur. Burada pilləkən hazırdır. Yığılıb gətirib yerinə stomak olunacaq. Balyaskalarına qədər qoyulacaq. Bu da ikinci mərtəbənin korrektorudur. Görürsünüz, bu da bax, yığılıb hazır vəziyyətdədir. Sonra ikinci mərtəbədə görək nələr var. Kondisionerin yeri oradadır. Buradan krişyə çıxmaq üçün xüsusi yer ayrılıb. Bu da ikinci mərtəbənin sanitar qovşağıdır. Bax, qapıları da görürsünüz fərqlidir. Boydan boya hamısı isti poldur. Bax belə. İndi ikinci mərtəbənin otaqlarına baxaq, yataq otaqları. Bu bir yataq otağıdır. Görürsünüz, bu geniş yataq otağıdır. Pəncərəsi də düz öz həyətinə baxır. Ondan sonra burada bir yataq otağı var. Bax, burada bir yataq otağı. Ümumilikdə 4 otaqlı evdir. Ümumilikdə 4 otaqlı evdir. Burada da növbəti bir
yataq otağı var. Deməli 3 yataq otağı yuxarıda, hamam tualet yuxarıdadır. Qonaq otağı, mətbəx, hamam tualet də aşağıdadır. Hörmətli izləyicilər, evin təqdimatını başa çatdırdıq. İndi həyətdə yekunlaşdırmaq istəyirəm. Deməli, həyət bütün işıqlandırma olacaq. Bu öz qaydasındadır. Sonra nə edirdiniz? Deməli, bütün zoloblar hamısı mərkəzi kanalizasiyaya qoşulub. 120 min manatadır. Kupçalı evdir, paket kupçalı ev sarayın tam mərkəzindədir. Dedim, burada işıqlar olacaq. Hamısı hasarda işıqlar olacaq. Hasar evimiz hamısı tarsovka emusiyadır. Özü silikonlu emusiyadır. Yəni şlanqı tutub yumaq da olur. İnşallah mütləq gəlin bu evə baxın. Belə evlər azad çıxır, tez satılır. Nəyinə görə? Yerləşdiyi yerinə görə. Bəzən görsən ev yaxşı olur, dağda dərədə olur. Bu həm öz yerləşdiyi yer yaxşıdır, tam mərkəzdədir. 1 nömrəli məktəb, Qəsəbə Soveti, bələdiyyə mərkəzi boş və marşrutlar. Əsas marşrutun düz qırağındadır. Mütləq gəlin bu evə baxın. Sağ olun.